Deməli Elvin, axşamın xeyir olsun bir daha. Necəsən, nə Axşam var, nə yox? olsun. Çox sağ olun, yaxşı olasınız. Yaxşı ol hər zaman. Demək, sən mənim master təlimimdə iştirak elədin, bu təlimi aldın. Bu Bəli, müddət bəli. ərzində mən əlimdən gəldiyi qədər bütün trade stilimi belə deyim, trade elədiyim formanı sənə izah elədim, strategiyamı, necə əməliyyat alıram, harda giriş eləyirəm, harda çıxıram, stopu hara qoyuram, ümumiyyətlə də yəni bütün hər şey haqqında sənə məlumat verdim, öyrətdim. Bəli, bəli. Zəhmət olmasa sən də öz fikirlərini bölüşərdin bizimlə, amma xahiş edirəm, çox xahiş edirəm, tam səmimi formada, yəni Allahla da düzə Əlbəttə, düz, səhvə əlbəttə. səhv. Yəni paylaşardın, qoy izləyicilərimiz də məsəl üçün bu təlimə qoşulmaq istəyib tərəddüd edənlər var, bilirəm ki. Yəni öz səmimi fikirlərini bölüşərdin bizimlə, zəhmət olmasa. Buyur, səni eşidirik. Əlbəttə. Mən sizdən əvvəl burada əlavə olaraq deyim ki, AIST-də də kurs almışdım və başqa bir belə deyək də kanallar var ki, onlarda da kurs var idi. 2 kurs almışdım, amma belə deyək də trade eləyəndə görürdüm ki, onların TP-si çox az effekt verir də, yəni Win 30-un rate 70-ə belə idi. deyim, Yəni 70 win rate, hə, işləmə trade 30-un prinsipi 70-ə idi, yəni işləmə effektivliyi. prinsipi o idi. Çox zəif, çox yəni aşağı idi. Həm də ki, izah forması mən sizin kursdan sonra başa düşdüm ki, mən ümumiyyətlə dolayı yollarla izah ediblər, düzgün qaydasında aparıb ümumiyyətlə. Amma sizlə kurs keçəndən sonra həqiqətən gördüm ki, yox, başqa cür yanaşma. Yəni o necə deyirlər, stop harda qoymalısan, TP-ni harda gözləməlisən, bazarı düzgün analiz eləmək. Bu şeylərin hamısı ardıcılığı gözləmək, nə bilim, bu formada yəni aparmaq lazımdır. Ümumiyyətlə hər şeydən əlavə onu deyim ki, yəni sizin səmimiyyətiniz və belə deyək də, Roboda desək, can yandırmağınız hər şeyə dəyərli. Yəni vaxtında dərsə yanaşmağınız, tələbiniz, yəni izahlarınız çox gözəldir həqiqətən. Yəni çox effektiv gördüm. İnşallah ki, bundan sonra da əlaqələrimiz davamlı olar, bir yerdə işləyərik. İnşallah, Yəni inşallah. Yəni fikirlərim bax, bunlardır. Yəni sən dedin ki, az əvvəldin ki, əvvəl də başqa strategiyalarda kurs keçmisən də. Yəni əgər gizlin deyilsə, bilmək olarmı? Yəni onlara nə qədər ödəniş eləmişdin o kurslara və nə qədər müddət çəkmişdi bu kurslar? birinci kursum 2 ay çəkmişdi ümumiyyətlə. Aha. Sonra başqa bir yerdən də 45 günlük kurs götürdüm. Birinci kursum 2 aylıq idi. Yəni o da şərtli idi, AIST üzərindən keçirdi. 2 ay kurs keçdim. Düzdür, ilkin məlumatları öyrənmişdim, amma belə deyək də, tək başına trade eləməyi yox, eləyə bilmirdim. Amma Yəni bizim dərs səninlə olan kursumuz ortalama heç bir aya yaxın çəkdi də. Yəni bir ayın içində, bir ay ərzində mən sənə nə var, nə yox, hamısı hər şeyi, yəni düzgün formada, həqiqəti ilə bəli. izah eləməyə çalışdım. Təbii ki, yəni mən sənə öyrədirəm, amma məsəl üçün indi insanlar düşünə bilər də, yəni bir aya öyrətdikcə mən hər şeyi bildim. Yəni mən bir aya hər şeyi öyrədirəm, bütün bildiklərimi. Yəni qırsaqqız kimi uzatmıram da, belə deyək. Amma yəni nəticə əldə eləyib eləməmək artıq tələbənin özünə qalır. Yəni tələbə Əlbəttə bu məsələn bugünkü gündə sən özün daha çox bilirsən də, məsələn orada indi spoiler verməyək də, müəyyən strategiyaları var. Orada demişəm, onların üzərində daha çox çalışmalısan. Yəni nə qədər çox data toplasan, bir o qədər qrafikdə gözün alışacaq onları görməyə, daha yaxşı, daha sürətli necə deyim, analiz eləyəcəksən. Yəni qəti şəkildə özümüzü tələsdirməyin adı yoxdur. Ay biri bir nəfər 2 ay öyrəndi, biri 5 ay öyrəndi. Yəni kim nə qədər müddətə öyrənsin. Yəni bu bizə maraqlı deyil. Əsas odur ki, yəni düzgün şəkildə öyrənəsən. Yəni necə deyirlər, gec olsun, güc olmasın. Yəni əsas strategiyadır. Mən müəyyən qədər təcrübəm olduğu üçün gördüm ki, bu strategiya odur da, yəni. Yəni özüdür ki, var. Ondan əlavə də istənilən bir sahə belədir də, yəni müəyyən müddət praktika aparmalısan. Birdən-birə deyim ki, yox mən adi məktəbə gedəndə əlifbadan başlayırıq, sonra yavaş-yavaş bu da elə bir şeydir, yəni. Əsas odur ki, strategiya düzgün olsun. Mən 2-3 ildir kurs aldığım üçün həqiqətən gördüm ki, sizin strategiya oturur da, yəni özüdür. Yəni bu yaxınlarda sizdən qabaq da bir kursa müraciət etmişdim, akademiyaydı. 500-600 dollardan dəm vurdular kursu. Bizdə belə işləyir, elə işləyir. Amma 2 dərs aldım, gördüm yox. Yəni bunlarınki ancaq danışıqdır, başqa bir şey deyil. Sizə demişdim də, adını vermək istəmirəm. Ad verməyək, reklam olmasın. Ümumiyyətlə bax, mənim bu master kursum bilirsən də, bundan əlavə mənim başlanğıc kursum da var. Yəni o başlanğıc kursu sənin söz və qüvvət sırf əlifba bilgilərini öyrədirəm də. Yəni sıfırdan heç bir anlayışı olmayan insanlar üçün. Yəni əlifba bilgisi belə deyək, indi lower dildə, yəni fundamental bilgiləri bilməyəndən sonra gəlib bu master kursunu keçməyin heç bir adı yoxdur.
Bəli. Yəni hətta onu da mən eləyirəm ki, yəni var da məsəl üçün elə insanlar ki, tam sıfırdan öyrənmək istəyir. Əlbəttə, Yəni əlbəttə. onu da mən eləmək istəyirəm. Və çox vaxt bu da Almin Elvin, bir dənə də sonda bir sual verim. Sən Bəli, deməli bəli. bu kursu $100 aldın, düzdürmü? Yəni nə Bəli, bəli. fikirləşirsən? $100 bu kurs üçün çox azdır və yaxud da çox azdır? Yəni qiymət barəsində nə düşünürsən? Əslində reallığı danışsaq $100 yəni sizin verdiyiniz o necə deyərlər, təlimin Amma tam qarşılığı səmimi $100. qəlblə de, yəni göydə Allahla cavab ver, çox xahiş edirəm. Əlbəttə. $100 həqiqətən sizin verdiyiniz təlimin qarşılığında azdır. Çünki mən daha baha kurslar almışam. Yəni $100 belə deyək də kurs almamışdım. Baha almışdım ki, nəinki ucuz. Təbii ki, indi əlbəttə ki, biz heç bir kursu əstəğfurullah pisləmirik, yəni heç bir strategiyanı da pisləmirik. Yəni bugünkü gündə ICT ilə də qazanan var, price action ilə də qazanan var, Sadəcə o Fibonacci ilə təcrübəni də. paylaşıram. Bəli, amma indi belə çıxmasın sözüm, yəni ortalama bir statistika söhbəti var da, win rate söhbəti var. Məsələn, elə bir strategiya var ki, onun win rate-i, yəni işləmə prinsipi, mexanizmi belə deyək də, effektivliyi daha doğrusu 40%, birində 50%, birində 30%. Amma sən bu mənim sənə öyrətdiyim strategiya barəsində nə qədər win rate verərdin? Mənim sənə öyrətdiyim strategiyanın səncə nə qədər win rate var? Yəni mən belə deyək də, bəlkə də kimlərsə onu da deyim əlavə olaraq. Kimsə IC-də yaxşı bilir, amma mənə yaxşı ötürməmişdir və yaxud da mən düzgün başa düşməmişdim. Ola Arada bilər. siz izah edəndə düzgün başa düşdüm. Yəqin ki, yaxşı ötürməyib və yaxud da strategiyaları yaxşı olmayıb. Amma sizin strategiya mən yəni belə də yəni işləyirəm, görürəm ki, yəni win rate verir də yəni. Az təcrübəm olmağına baxmayaraq işləyirəm, görürəm ki, win rate verir. Yəni 100% heç nə yoxdur təbii ki. Təbii ki, %100 zaten bura gələn insan, yəni %100 axtaran insan, mən onun %100 qarantisini verirəm ki, burdan yəni gedəcəkdir, yəni qalmayacaq. Burada %100 dünyada belə %100 anlayışı yoxdur, nəinki gəlib burada. Mən özüm ticarət sahəsindəyəm. Ümumiyyətlə ticarət, bu da bir növ ticarətdir, digital ticarətdir. Elektron ticarətdir, bəli, elektron ticarətin bir qoludur. %100 bir şey yoxdur. Amma yəni öz üzərində işləsən %70, mən %80 elə bilirəm ki, yəni uğurludur bu. Yəni təbii ki, öz üzərində yaxşıca çalışsan. İndi orada müəyyən qaydalar var, özün bilirsən, onlara əməl etmək lazımdır. Psixologiyaya, disiplinə əməl etmək lazımdır. Belə şeylər də var. Tək yəni hər şeydə strategiya ilə də bitmir. Yəni dediyim kimi də sizdən əvvəl kurslarla danışırdım, belə onlayn formada üz-üzə danışırdıq. Deyirdilər ki, bizim strategiya %90, %95, %100 effekt verir. Nə qədərdir? $500-600. Baxıram ki, yoxdur, o deyil də, yəni vermir. Bu sadəcə danışıqdır. %100 heç nə yoxdur axı, dəqiq heç kim deyəməz ki, məndə %100-dür. Yəni bu real deyil. Oldu Elvin, çox sağ ol. Təşəkkür. Aha, buyur, sözü bitir. Yəni sizin strategiya effekti də mən indi işləyirəm, görürəm. Çox sağ ol səmimi sözlərinə görə, səmimi fikirlərinə görə təşəkkür edirəm. Siz sağ olun ki, səmimi yanaşdınız, həqiqətən can yandırdınız. Yəni hər dəfə maraqlandınız, öyrətdiniz. Yəni səmimi qəlbdən yanaşırdınız. Bu yəni indi görürəm. Bilirsən Elvin, tək sən deyilsən. Yəni mən belə deyim, bu işi sevərək görürəm. Yəni tam qəlbimlə iş görürəm də. Yəni sabah sən olma, başqası olsun. İndi hal-hazırda da başqa bir tələbə götürmüşəm. Ona da yəni eyni formada izah edirəm. Yəni düşünürəm ki, insanlar bu kursa pul verirsə, yəni konfet kağızı vermir də, bunun da əziyyətlərinin, yəni haqlarının qarşılığını almalıdır. Və kurs verən hər bir kəs də, məncə kurs verən hər bir kəsin daha doğrusu borcudur ki, tam axıra qədər hər şeyi düzgün formada izah eləsin. Bəli. Oldu Elvin, çox sağ ol, bir daha təşəkkür edirəm. Növbəti belə deyim, treytlərdə bol TP-lər, uğurlar arzu edirəm sənə. Çox sağ ol, minnətdaram. Sizə də, tələbələrinizə də həmçinin uğurlar arzu edirəm. Oldu, çox sağ ol. Gecəniz xeyrə qalsın. Allah razı olsun.